Uşağımızın hərarəti var. Hansı preparatı verək? Parasetamol və yaxud da ki, Nurofen. Demək, parasetamol 1-2 aylıqdan başlayaraq körpələrə verilə bilər. Amma ibuprofen molekulasını məhz 6 aydan sonra vermək tövsiyə olunur. Nəyə görə? İndi bunları araşdıraq. Bildiyimiz kimi, parasetamol qeyri-steroid iltihab əleyhinə preparatdır. Yəni, diklofenak kimi onun da mədəyə qıcıqlandırıcı təsiri vardır. Məhz buna görə də Nurofeni daha böyük uşaqlara vermək tövsiyə olunur. İkincisi, əgər uşağın mədə-bağırsaq sistemində problem varsa, bizim seçimimiz parasetamoldur. Allergiya meyilli uşaqlardırsa, seçim preparatımız yenə parasetamoldur. Düzdür, deyirsiniz ki, parasetamol bəzən salmır, Nurofen daha tez salır. Bir də yadınızda saxlayın. Əgər uşaqda bakterial infeksiya varsa, ağrı ilə gedən proses varsa, o zaman saydığım bu əks göstərişlər yoxdursa, biz Nurofen preparatını seçə bilərik. Amma bu hallar yoxdursa, bu zaman hərarət salıcı kimi ilk seçim preparatımız parasetamol olmalıdır.